Hal-hazırda bəs Gəncədə neçə məktəbdə skaut klubları var? Hansı ki, bu Elm Təhsil Nazirliyi tərəfindən təhsildə könüllü fəaliyyətin təşkili proqramı çərçivəsində həyata keçirilir. Gəncədə hal-hazırda deməli 2 məktəbdə var, səhv etmirəmsə, Göygöldə var, Şəmkir məktəblərində var. Bu regionda da Təbii ki, regionda Qazax Tovuz regionunda və Gəncə Daşkəsən regionunda Samuqda bizim yeni yaranmış bir dəstəmiz var. Fəaliyyət göstərir hal-hazırda aktiv olaraq. Demək olar ki, region olaraq ən aktiv region sizdədir ki, daha çox rayonda... Yeni yaranmış dəstələri biz nəzərə alsaq, belə demək olar. Təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Bəs skautlara nə tövsiyə edirsiniz? Bax, indi bizi skautlar izləyəcək. Skautlara deyirəm ki, bir dəfə skaut, həmişə skaut. Təbii ki, skaut bir yaxşı mənada yoluxucu